Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bildiyimiz kimi bu yaxınlarda MİQ çərçivə sənədi 2026-cı il imtahanı üçün MİQ çərçivə sənədi açıqlandı. Hər il olduğu kimi bu il də çərçivə sənədində bəzi dəyişikliklər, yeniliklər oldu. Azərbaycan dilindən də oxu məzmun xətti ilə bağlı bir neçə alt standartlar əlavə olundu ki, onlardan biri də qrafik və verbal qrafik informasiyanın təhlil edilməsi idi. Onunla bağlı nə tipli suallar gələ bilər? Yəni bizə qrafik verilər, yəni və yaxud da o verbal qrafiki verər və biz onu təhlil edə bilərik və s. və s. Mən bu formada hazırlamışam. Yəni illə də ancaq bu şəkildə düşəcək deyil. Sadəcə bizə mətndə məlumatlar verir, sonra onun qrafik formaya, mən bu formaya, yəni qrafik şəklində verməmişəm, sadəcə bu şəkildə vermişəm. Yəni bizə tutaq ki, məsələn, qrafik çəkər, artma, enmə və s. bu formada da verə bilər və s. və s. Yəni bu tipli, yəni bu alt standartla bağlı bu tipli suallar gələ bilər ki, onlardan biri də hal-hazırda ekranda gördüyünüzdür. Yəni əvvəlcə mətni oxuyun, yəni videonu saxlayın, mətni oxuyun, sonra keçin sualı həll etməyə. Baxaq, mətni mən oxumuram, sadəcə siz oxuduqdan sonra birbaşa təhlilə keçək. Yəni bizdə nə verir? Məsələn, bu rəqəmlər nədir? Onları əvvəlcə təhlil edək. Məsələn, proqram bilikləri fikir verir sizə fevral, mart, aprel, may ayında, məsələn, fevral və mart ayında aprel artım var, ancaq digər aylarda artım yoxdur. Yəni, yalnız belə deyək ki, martda artıb, digərlərinə sabit qalıb. Gəlirik interaktiv dərs hazırlığı. İnteraktiv dərs hazırlığı da 75, 80, 70, 78-dir. Yəni, martda artıb, apreldə düşüb, yenidən, yəni mayda artıb. Yəni, bu ziqzaq formasında, qalxıb enmə formasında inkişaf eləyib. Sonra gəlirik sonuncu onlayn qiymətləndirmə. Onlayn qiymətləndirmə də, yəni davamlı artım var, amma eyni tempdə deyil. Məsələn, fikir verirsə, mart ayında 55-dən 70, 15 artıb, amma digər aylarda isə 5-5 artıb. Yəni, burada da bunu bu şəkildə yadda, yəni belə təhlil eləyirik. İndi biz bu təhlillə verilənləri uyğunlaşdırmaq deyirik ki, mətn və qrafikə əsasən aşağıdakılardan hansı nəticə ən düzgün və əsaslıdır? Biz indi bu ikisindən bir nəticə çıxartmalıyıq. Məsələn, A bəndindən nə deyir? Onlayn qiymətləndirmə bacarığı dərs yükündən təsirlənmir və hər ay eyni sürətlə artıb. Fikir verək, onlayn qiymət. Bax, deyir ki, dərs yükündən təsirlənməyib. Mətndə bunun, bax, son cümlə deyir ki, layihə rəhbərliyi qeyd edir ki, bu nəticələr müəllimlərin dərs yükü, təlimlərin intensivliyi və praktik yönümlülük kimi faktorlar birbaşa əlaqədardır. Yəni, bu bununla əlaqəli olmasaydı, məsələn, mart ayında 15 artıb, digər ayda 5-5 artıb. Deməli, bu səhvdir. Və hər ayda eyni sürətlə artıb, məsələn, hər ikisində yəni xəta var. Bu əsaslı deyil, yəni düzgün deyil. A bəndini çıxırıq. Gəlirik B bəndinə. İnteraktiv dərs hazırlığı bacarığı fevral-may aylarının arasında sabit olub, yalnız mart ayında artıb. Xətadır. Niyə? Gördüyümüz kimi, bax, mart ayında artıb, apreldə düşüb, bir də may ayında nədir? Artıb. Yəni, çünki apreldə azalma, mayda yenidən artım var. Yəni, yalnız martda artıb düzgün deyil. Yəni, bu fikir də səhvdir. Gəlirik C-yə. Proqram bilikləri sabit qalıb, lakin interaktiv dərs hazırlığı və onlayn qiymətləndirmə bacarıqları praktik yönümlü təlimlərlə artım və azalma meyli göstərib. Bax, buna diqqət edirik ki, bəli, proqram bilikləri martda artıb, sonra sabit qalıb. Bunu doğru qəbul edə bilərik. Yəni, martdan sonra sabit qalıb, bu bizə doğru qəbul edirik. Lakin interaktiv dərs hazırlığı və onlayn qiymətləndirmə bacarıqları praktik yönümlü təlimlərlə artım və azalma meyli göstərib. İnteraktiv dərs hazırlığı gördüyümüz kimi artım, azalma, artım göstərir. Burada sıxıntı yoxdur. Onlayn qiymətləndirmə də ardıcıl artım var. Amma baxın, buradakı artıb, azalma nədir? Məsələn, fevral və mart ayında 15 artıbsa, artıq digər artmalar azalıb. Yəni, bunu bu formada düşünək də. Deməli, ardıcıl artım, lakin fərqli templərlə, yəni praktik yönümlü təlimlərlə əlaqəli olduğunu mətndə də nədir? Orada vurğuluyur ki, praktik yönümlü təlimlərlə bağlı faktorlarla əlaqədar olaraq müəllimlərin dərs yükünün artması nəticəsində bu artım tempi nisbətən, yəni ilk ayda çox artıbsa, digərlərində az artma nədir? Göstərir, bunu vurğuladıq. Üstəlik də mətndə də dediyimiz kimi vurğulanır ki,
praktiki və layihəyə yönəlmiş təlimlərin bu dəyişikliklərə səbəb olduğu vurğulanır. Yəni birbaşa əlaqəli olduğunu zaten layihə rəhbəri vurğulayır ki, ən doğru, ən əsaslı cavabımız olacaq C variantı. Aprel ayında bütün istiqamətlərdə geriləmə müşahidə olunub fikrini biz səhv qəbul edəcəyik. Niyə? Proqram biliklərində stabillik var. Onlayn qiymətləndirmə artım var. Sadəcə geriləmə bir dənə interaktiv dərs hazırlığındadır. Bunu da çıxırıq. May ayında bütün bacarıqlar eyni templə artıb. Xeyr, proqram bilikləri artmayıb. Proqram bilikləri yerində qalıb, sabit qalıb. Deməli, bu sualın cavabını bu şəkildə əsaslandıraraq C bəndi götürdük. Belə bir şey deyim, zaten mən keçən il mətn sınaq qruplarımda bu tipli suallardan istifadə etmişəm. Yəni, hardasa ən azı bir 2-3 dəfə, məsələn, qrafik tipli, hətta Instagram səhifəmdə bu haqda məlumat vermişəm. WhatsApp kanalımda da həmin sualları paylaşmışam ki, yəni, zaten keçən ildən qrafik tipli və verbal qrafik tipli yəni suallardan istifadə edirik. Siz də istəsəniz mətn sınaq qruplarıma qoşularaq həm sertifikasiya imtahanı, həm də MİQ imtahanında qarşınıza çıxa biləcək mətnləri üslubları ilə qabaqcadan tanış olmaq istəyirsinizsə, həmin qruplara qoşularaq hazırlaşa bilərsiniz. Yəni, sizə nömrə verim, mətn sınaq qruplarına qoşulmaq üçün. Bax, bu nömrəyə yazaraq məlumat ala bilərsiniz. 077 271 22 71 nömrəsinə WhatsApp-ını yazıb məlumat ala bilərsiniz. Sağ olun, növbəti videolarda görüşmək ümidi ilə.